Məndən saytdakı həmkarlarım zəng edib bu məlumat alındı. Dedim, baxın, mənim kanalda işlətmədiyim ifadəyə görə və yaxud da ki, səsinin kəsildiyi ifadəyə görə oturub audiovizual şura ağız oxumur. Sadəcə mən mütəmadi olaraq audiovizual şuranı da tənqid etdiyimə görə. Mən düşünürəm ki, bu onların əlində bir əsas idi. Və bu gün əgər mənim danışmadığım və demədiyim sözə görə, baxın, orada izləyicilər də səhv başa düşüb ki, siz orada regiona böldünüz, siz orada belə elədiniz, elə elədiniz, elə elədiniz, belə elədiniz. Çox təəssüf ki, baxın, Zaurun verilişidir, Lalə Azərtaşın verilişidir, Xoşqədəm xanım Hidayət qızının verilişidir, digər Elgizin verilişləridir. Ən çox qəhrəmanlar hardan gəlir ora? Evindən qaçanlar hardan gəlir ora? Adi bir sual verirəm, hardan gəlirlər? Bölgələrə bölmürəm, amma sual verirəm. Minalanmış əraziyə girirsiniz. Həqiqətən də. Yenə bölgə söhbəti. Yo, baxın, bölgə söhbəti deyil. Mən sual verirəm. Şəhərdə də olur elə şeylər, Səidə xanım. Amma ən çoxu sual verirəm də. Mən demirəm ki, hamı hardan gəlir. Deyirəm, ən çoxu hardan gəlir. Bölgədə nə qədər insanlar var, bugün oturub onun üzərindən şou quran aparıcıların efrinə imdad diləyirlər. Nəyə görə? Bunun da bəlli səbəbləri var da. Bu həmin insanların suçu deyil axı. İmkansızlıqdır, maddi durumdur, oxumaq və s. Amma baxın, bunların üzərindən. Amma şəhərdəki baş verən bir çox şeyləri nəzərə alsaq, tərəziyə qoysaq. Zaten mən danışmışam da, əksər vaxtı danışmışam da. Hətta yazıblar ki, lüt gəzir də. Sənin nəyivə lazımdır? Tutaq ki də, məsələn deyirəm, geyimindən də toxunmuşam, tərbiyəsindən də toxunmuşam. Məsələn, mənim xoşuma gəlmir. Parkda çıxıram gəzməyə, görürəm ki, bizim Azərbaycan qadınları, o deyirlər, siqaret damağında. Oturub siqaret tüstülədilər. Mənim xoşuma gəlmir. Mən də bəyənmirəm. Mən xoşuma gəlmir hər şeyin ifratı. Mən içki içkən qadını evinizin içində eləyin. Baxın, evinizin içində eləyin. Evinizin içində soyunun, lütdən, siqaretinizi çəkin. Nə bilim, istəyirsə spirtli içkinizi də qəbul edin. Bu başqa bir şeydir. Amma cəmiyyət bizim övladlarımıza təsir eləyir axı. Bugün cəmiyyət belə mən məsləyimə son verməyimə gətirib çıxarırsa, bu cəmiyyət 15-16 yaşında formalaşan qıza necə təsir etməyə bilər? Siz niyə məsləhətinizə son verirsiniz? Bax, deyirsiniz ki, mən jurnalistikadan gedirəm. Çünki bilirsiniz necə, artıq başa düşürəm ki, mən danışanda... Yəni, siz belə mübarizədən geri mi çəkilirsiniz? Silahınızı yerə mi qoyursunuz? Mübarizədən geri çəkilmirəm. Yenə dedirəm, ola bilsin ki, mənə yenə toxunan mövzularla bağlı sosial şəbəkə üzərində 600 mindən çox mənim TikTok sosial şəbəkəsində izləyicim var. Son vaxtlarda artım oldu bu hadisədən sonra. Son vaxtlarda artım oldu. Məni tanımayanlar tanıdı son vaxtlar. Mənə məcburi köçkünlərin özləri yazırlar. Amma siz jurnalistikadan getmirsiniz. Düz başa düşürəm. Yo, biz efirdən əvvəl biraz söhbətləşdik, amma tam jurnalistikadan getmək sayılmır da, bir layihə falan olacaq. Ola bilsin ki, başqa bir işə başlayaram, böyük ehtimal ki. Mətbuat sahəsidirmi? Yox, bilmirəm, bu bir mağazanın PR işlərini görərəm. Məsələn, düzdür, o da müəyyən qədər mətbuat, amma ki, orada mən görünməyəcəm, mən olmayacam, mən kiminsə problemindən danışmayacam, mən başımı ağrıtmayacam, mən çoxluq və ya azlıq qarşısında sinə gətirməyə, tab gətirməyə məhkum olmayacam. Və mən, bəli, özümü artıq rahat yaşayış istəyirəm. Sonuçda bizim aldığımız maaş 1000 və yaxud da ki, 1000-in üzərində də deyilmi? Mən 2 toy idarə eləsəm, ondan 2 qat artıq pul qazanacam. Amma mən o sferada da tam görmürəm özümü. Şəhid övladların toyu başqa, qazilərin toyu. Çünki onlar vətənpərvər ruhda. Həm də ki, onlar vətənpərvər ruhda keçirilir də. Amma mən baxıram ki, mən indiyə qədər o qədər təkliflər gəlib getmirəm. Amma baxıram ki, nəyimə lazımdır? Gedəcəm orada kimsə təqdim edəcəm. Lakıda çıxdı. Cəmiyyət bunu istədi. Cəmiyyət dedi ki, bizə düz söz lazım deyil.